Alo, Bəli, kimdir? hörmətli müştəri, sizlə danışan bank əməkdaşıdır. Mütəxəssislərimiz kartınıza kibermüdaxilənin edildiyini aşkarlayıb. Kartınızdakı vəsait hər an oğurlana bilər. Xahiş edirik, pulunuzun təhlükəsizliyini təmin edə bilməyimiz üçün kart məlumatlarınızı təqdim edin. Daha sonra sizdən təhlükəsizlik kodunu istəyir, yaxud telefonunuza link göndərib ora daxil olmağınızı tələb edir. Və beləcə dələduzların oyunu davam edir. Hətta iş o yerə çatır ki, görüntülü zəng edərək sizi daha da özünə inandırıb yönləndirməyə başlayır. Onun təlimatları ilə telefonunuzun dilini dəyişirsiniz və artıq kartınızdan pul köçürülsə belə anlamırsınız. Əziz vətəndaşlar, eşidin və agah olun. Heç bir halda bank əməkdaşı vətəndaşa zəng edib, ondan şəxsi məlumatlarını istəmir. Bunun üçün link, SMS yaxud elektron məktub da göndərmir. Hansısa şübhəli əməliyyat aşkarlandıqda, hətta sistemdə çətinliklər yaransa belə, heç bir bankın əməkdaşının sizdən məxfi kart məlumatlarını soruşmağa ehtiyacı yoxdur. Çünki istənilən bank əməliyyatı üçün gərəkli olan məlumatlar onlarda var. Bank əməkdaşı sizdən yalnız kartınızın ilk və ya son 4 rəqəmini, sistemdə qeydiyyatda olan əlaqə nömrəsini və şəxsiyyət vəsiqənizin PIN kodunu istəyə bilər. Bir dəfəlik anlamalıyıq ki, bank kartınızın tam nömrəsini, PIN, CVV, OTP kodlarını və digər şəxsi məlumatları istəyən, sizə SMS göndərən şəxslər dələduzlardır. Onlara inanmayın. Şübhələndiyiniz ilk anda zəngi sonlandırın. Polisə müraciət edin. Ayıq-sayıq, ehtiyatlı davranaraq bizə yardımcı olun. Kartınızın təhlükəsizliyini birgə qoruyaq. Güc birlikdədir.